Salam qızlar, bugün sizi özümlə alış-veriş mərkəzinə aparacağam. Görək nə almışam, neçə almışam və hardan almışam. Amma biz birinci hazırlaşmalıyıq, elə deyil? 5 ildir ki, İsraildə yaşayıram, Hayfa şəhərində. Biraz musiqi pis olmaz, hə? Dua Lipa. Məndən olsa biraz da durub mahnılara qulaq asmalıydıq, biraz da makyaj eləməliydik, amma getməliyik. Çantanın içərisinə də açarla yol kartımı əlavə edirəm. Bunun işığını da söndürüm, artıq bizə lazım deyil. Parfüm vuraq, getməmişdən qabaq. Hugo Boss Alive deyəsən belə adlanır. Yayda məsləhət görməzdim, amma mən az vurdum, bir çıqqılı. Bunları geyinəcəm, çünki rahatdır. Çantaya yenə dünyalara sığdırmağa çalışıram. Bir dənə güzgü götürürəm. Jade'nin 83 Plami nömrəli qələmi, yəni Dodok kombomuzda özümüzlə götürürük. Estee Lauder'də Irresistible. Su içməsəm mənim başım ağrıyacaq. Yəni mən özümü tanıyıram. Su içməsəm başım ağrıyacaq. Nəhayət ki gedirik. Eynək götürmək yadımdan çıxdı. Amma olsun. Siz mənim o biri videolarımı da keçid eləyin, izləyin. Hələ evdən çölə çıxmamışam. Telefonun enerjisi yarıya yaxınlaşıbdır. İnşallah bu vlogu çəkib yekunlaşdırmağa çatar enerjisi. Mən isə burada otururam, metroniti gözləyirəm. Gəlsin, minək gedək. Görək nələr alacağıq. Telefonun enerjisi imkan versə. Axır ki gəlir. Powerbank götürmək lazım idi. Mən gəlirəm bura. Bura City Center adlanır deyəsən. Aha, orada yazıldı, görürsünüz. Bu necədir? Həmin koftanın qara rəngi daha çox diqqətimi çəkdi. Buna da gözüm düşdü. İndi isə qalxdım ikinci mərtəbəyə. Mağazadan isə uşaq paltarları aldım. İkinci alış-verişimizi də elədim. Yenə hələ alınmalı şeylər qaldı. Nələr aldığıma baxmaq istəyirsinizsə, videonun axıra qədər izləyin. Mağazadan isə özümə bədən spreyi almaq istəyirəm. Bu alış-veriş Lalin. Çox da xoş keçmədi mənim üçün. Baxmayaraq ki, mən Lalin məhsullarını sevirəm, məhsullara söz yoxdur. Amma əsəbləşdim. Çünki bir dənə məhsulu test eləyəndə demə, bəs o tester deyilmiş. Məcbur onu almalı oldum. Tamam, pis deyil, qoxusu xoşuma gəldi falan filan, amma tester deyilsə niyə ortalığa qoyursunuz? Yəni, nə bilim mən. Onu məcbur almalı oldum. Daha sonra qızın mağazada xırdası yox idi, təsəvvür edirsiniz. Mənə dedi, əlavə nəsə götür. Əlavə bir dənə almalı oldum. Yəni, məhsulları sevirəm. Məhsullara bir sözüm yoxdur, amma xırda olmaması, davamlı nəsə götürməyə məcbur qalmağım, seçməyim əsəbləşdirdi məni. Amma evi yoxdur. İndi isə gəldim, şampun alacağım. Gəldim McDonald's-a, lattemi içib gedəcəm evə və sizə bir-birinin aldıqlarını göstərəcəm. Belə qəşəng şeylər almışam. Dünən dənizdən gələndən sonra saçlarımı yudum, amma heç eləməmişəm. Alış-verişim gözlədiyimdən tez alındı. İndi burada deyəcəklər, bu qızın öz-özünə danışır.
Evdə sizə bir qiymətlərini də deyəcəm. Adam azdır. Belə olanda xoşuma gəlir. Yaxınlaşıram, mənim sifarişim hazırlanır. Sizə sifarişlərimi göstərim. İndi bunları da qiymətləri ilə sizə deyəcəyəm. Latte deyəsən 6 manat tutdu. Latte ilə içmək üçün belə punçiklər götürdüm, bilmirəm adı nədir. Bunlar 5 manat tutdu. 3 dənədir içərisində, görünür oradan. Bir də belə gül kələmləri, bu da hardasa 9 manat yoxsa 8 manat elədi. Toplam 20 manat verdim, səhv etmirəmsə. Bu Çinlilər niyə belə möhkəm danışır görəsən? Heç səsini eşitmirəm. Tatlıdır. Bunu bəyənirəm. Ketçup mayonezi özüm götürmədim, amma heç olmasa biraz salfetka verməli idilər. Nəysə, vermədilər. Gedib özümü götürərəm. Bunlar da mənə lazım olmayacaq. Pesoksuz içəcəm, yəqin ki. Üstümə tökdüm. Hi. Bu gördüm yenidir, almaq istədim. Görəsən nədir, necədir? Dodaqlarım. Bəyəndim, dadlıdır hamısı. Sizin icazənizlə dodaq boyama yeniliyim. Sonra gedim evə. Çox qalıcıdır da bu qədəm, çox. Heyif rəngini düz seçməmişəm, heyif. Gələn dəfə düz seçəcəm. Online seçmişdim ona görə. İndi isə gedirəm dayanacağa. Amma gedə bilmirəm. Çox ağırdır. Çox üzücü bir haldır. İnşallah ki, her şey yaxşıdır. Çox adam metronikdən düşdü. Mən düşmədim. Sürücü gələnə qədər gözlədim. Qız üçünsə təcili tibbi yardım gəldi və onu götürdü. İndi 1-2 dayanacağa mən də düşəcəyəm. İnşallah ki, yaxşı olur. Yoruldum ha biraz. Amma qəşəng alışveriş oldu. Kanalıma abunə olun. Zəng düyməsinə klikləyin ki, yeni videolar çıxanda xəbərdar olasınız. Bu videoya like qoyun və şəhərlərinizi yazın. Bu tip videoları bəyənirsiniz yoxsa yox. Həmçinin aldıqlarımı göstərəndən sonra da bəyəndiyiniz bir şeylər olsa yazın və mənə qiymətləri yazın. Azərbaycandakı qiymətlərlə çox fərqlənir, yoxsa yox. Mənə çox maraqlıdır bu. Deməli belə qızlar, vaxt gəldi bizim aldıqlarımıza baxmağa. Amma mən istəyirəm işığı yandıraq ki, məhsulları qəşəng görəsiniz. Düzü mən bu işıqla biraz qorxunç görünəcəm, amma eybi yoxdur. Əsas olan məhsullardır. Bu çekdir, sonda qiymətləri deyəcəm. Başlayaq. Belə bir, nə almışam özümə? Kofta almışam. Mağazanın adı Renoir'dır bu arada. Nə almışam? 38 razmer. Özüm belə aldım və geyindim, xoşuma gəldi. Yəni mən 32-34 geyinirəm, amma bu son vaxtlar özüm bol götürürəm. Həm şalvarları, həm də koftaları, bilmirəm niyə. Nəsə belə bir əhval-ruhiyyədəyəm. Neysə, adi belə bir qara rəngdə t-shirt. Qiyməti 40 manat idi, mən 15 manat aldım. Qiyməti hədə 40 idi. Saçdım. Axır ki bunu aldım, bunu sizə göstərmişdim. Yəqin ki videonun əvvəlində gördünüz bu pencəyi. Mən gündəliyə pencək geyinən biri deyiləm. Gündəlik deyəndə, yəni bir yerə gedib eləyəndə də yox. Amma düşündüm ki, toya gedib eləyəndə lazım olur. Ona görə yəqin ki toyaca da geyinirəm. Düzü çox bəyəndim, amma dediyim kimi pencək geyinə bilmirəm. Elə bir ki pencək mənim xarakterimdən uyğunlaşmır. Bunun qiyməti isə 80 manatdan 50 manata aldım bu pencəyi. Mən sadəcə olaraq pulu sonra Azərbaycan puluna çevirirəm başımda. Ona görə çaşıram. Yəni düz deməyə bilərəm.
Amma sonra düzəldirəm əsas odur. Bu da bizim belə bir pencəyimiz. Mən hələ ki belə qoyuram, amma bunu əlbəttə ki asılqandan asacağam. Kassada qız tutuşturdu, 5 manata düşübdü corab. İçərisində nə qədərdir? 2 dəst yəqin ki. 2 dənədir. Nə bilim. Hər neçə dənədir olsun. Problem yoxdur. Ağ corablar həmişə lazım olur. Bir dənə də belə bir kofta aldım. Əslində bu uzun qoldu, yaya lazım deyil. Amma nə bilim, xoşuma gəldi, dedim götürəcəm. Bu da yenə 50 manatdan düşmüşdü 15 manata. Qol forması xoşuma gəldi. Əlimdə geyindim, xoşuma gəldi. Düşündüm ki, bunu yay sonu payızda geyinmək olar. İşıq niyə söndü? Hə. İndi bunu ən sonda almışdım, amma şampunlar da bunu göstərim. Bir ədəd şampun. Bu şampunun qiyməti 15 manatdır. Bir də Pantene götürdüm. 1 ildir ki saçıma Pantene vurmuram. Pantene mənim saçıma əslində düşmür, amma qoxusunu o qədər bəyənirəm ki, xüsusən də bu klassik variantı var. Bunun qiymətini çox bəyənirəm. Bu Pantene endirimdə olmalıydı. Görüm həqiqətən də endirimdə idi, yoxsa yox. Bir dəqiqə çeka baxım. Şampunları aldığım mağaza isə Super Farm adlanır. Deməli, qiyməti 9 manatdan 7 manata düşmüşdü hardasa. Mən Renoir'dan aldıqlarımı sizə demədim. Yəni 2 dənə qara kofta, bir dənə ağ pencə və bir cüt ağ corab. Görək bütün bunlara nə qədər pul vermişik. 85 manat. Gəldik Lalinə. Görək buradan nələr almışam. Qeyd edeyim ki, bunun çeki məndə deyil. Çünki çeki qız telefona göndərdi. Telefonda artıq baxa bilməyəcəm. Ya da bəlkə baxsam buralara videonu redakt edərkən, editləyərkən altına yazaram nə qədər verdiyimi. Bunun qiyməti səhv eləmirəmsə 15 manat idi. Bu dodaqlar üçün skrapda hal-hazırda göstərə bilməyəcəm. Yəni dodaqlarımı da göstərə bilməyəcəm. Amma makyajı yandan sonra baxacağım. Bunun qiyməti 20 manat imiş. Amma mən elə gəldi, mən endirimdən aldım axı. Biraz qoxusu var. Nəyin qoxusuna bənzəyir? Nəsə şirin keks qoxusuna bənzəyir. Qiyməti 20 manatdır. Mən əslində yağ götürmüşdüm dodaqlar üçün. Sonra fikrimi dəyişdim. Dedim, yox, qoy bu dəfə də skrab yoxlayaq. Sonra götürdüm bir dənə belə bir skrab bədən üçün. Mineral Body Scrub. Brand Lalin'dir. Bunun qiyməti deyəsən 50 manat idi. Qəşəng qoxusu var. Bu şeyi mənə hədiyyə qoydular. İçərisində 25 ədədli salfetkadır. Mən soruşdum ki, bu makyajı çıxarmaq üçündür. Dedik ki, hə, amma indi baxıram. Hə, makyajı çıxarmaq üçündür. Bunun da qiyməti hardasa 15 manat idi. Yəni bunu hədiyyə ediblər. Təşəkkürlər. Necə deyirlər İvritcə? Toda rabat. Bu belə jestlər eləyəndə insan xoşuna gəlir. Mən sözün düzü heç makyaj çıxaran salfetlərdən istifadə eləmirəm. Mən miselyer su, nə bilim hidrate yağı, məni izləyirsinizsə bilirsiniz. Gel, belə şeylərdən istifadə edirəm. Yəni salfetka ümumiyyətlə istifadə edirəm, amma olsun, bu yaxşıdır. Bu da sizə həmin o dediyim sprey. Mən çaşıb bunu götürdüm, vurdum üstümə və qız gəldi mənə dedi ki, bu tester deyil, nə edirsən? Amma iyi qəşəng daha. Bəyəndim. Body Mist. Mineral Pink Pepper. Brum Carparella. Carparelli, nə bilim nədir. Gözəl qoxusu var. Yayda yaxşıdır, rahatdır, yüngüldür. Belə qəşəngdir. Pis deyil. Yəni ürəyim getmədi dediyim kimi, çünki yoxlaya bilmədim də. Yəni başqa nələr var. Bunu yoxladım və deməbəs testlərdə elmiş, mən də götürməli oldum. Burada həcm 100 ml-dir, qiyməti isə 50 manatdır. Mən bu brendin skrablarını bəyənirəm, bədən skrablarını, amma hər dəfə yeni versiya çıxır. Gedirsən mağazaya, hər dəfə yəni yenilənir də bir neçə aydan bir. Bu əl kremi mağazada məcbur qaldım, qızın xırdası yox idi deyə əl kremi götürdüm. Bunun da qiyməti neçədir? 15 manat deyil, hardasa 12-13 manat idi. Bilmirəm mən neçə. Elə mənim də deyəsən o qədər zızaçım qalmışdı, ona uyğun götürdüm. Bunlar deyəsən eyni qoxuda olmalıdır. Hə, dəst götürmüş olmuşam. Bu da mən istəmədən deyəsən bütün hər şeyi dəstləşdirmişəm. Hamısı eyni seviyyədandır. Bu da mineral eyni. Bu da difuzerdir. Bu günləri bir 500 manatımız
getdi hardasa. Siz indi deyəcəksiniz, burada 500 manatı nəyə vermişsən? Düzdür, qurtarmamışıq. Hələ burada var. Mən də deyirəm axı, bunlar hamısı dəhşət. Uşaqlar üçün pijamalar götürmüşəm. Bu oğlum üçün mən plastik göstərəcəm sizə. Çeki sonda deyəcəm bütün bunlar nə qədər tutdu. Ən çox elə bu mağazada ödəməli oldum. Çünki buradan çox şeylər aldım. Yenə bundan aldım oğluma. Keçən dəfə bunun başqa variantını almışdım. Bu dəfə də belə şəkillisini aldım. Bunu da deyəsən oğluma götürmüşəm. Hə, bu da oğlum üçündür. Bu da oğlum üçündür. Belə bir dəstir. Yayda uşaq paltarları şortki pozdu. Yayda uşaq paltarları çox tez-tez lazım olur. Həm də istifadə demək olar ki 3 ay yox, 4-5 ay yay sayılır. Çünki may ayı da isti olur, yay paltarları geyinirik. Sentyabr ayı da isti olur, yay paltarları geyinirik. Bunu da yeni oğlum üçün götürdüm. Bu da belə bir dəstir. Niyə görə ağ götürürəm? Bəzən onlara bağçadan lazım olur ağ koftalar. Bir ədəd belə bir mayka. Bu mənim üçündür. Bunu kızım için götürdüm. Bu pijama da kızım için götürdüm. Çok maraqlıdır. Kaş mən də öyle pijamam olardı. Winnie Pooh'dur. İzləmişsiniz çizgi filmi. Bu özüm üçündür. Sonra bu da mənim kızım üçündür. Bu şortikini beğendim. Ve bu da yine Winnie Pooh'ludur. Ama buna bayıldım. Ona biraz balaca olacaq. Ama o kadar xoşum gəldi ki dedim yok bunu götürüm. Balaca deyəndə 4 yaş üçündür. Elə mənim qızımın da 4 yaşı var. Ama mən onunla həmişə birazını böyük götürürəm. Çünki boyu uzundur. Və biraz da mən özüm daha bol, rahat şeyler götürməyi sevirəm ki onu sıxmasın nəsə. Özümdə də elədi son zamanlarda. Bu da yine mənim üçün belə bir kofta. Bunu da özüm almışam. Bunun bir de ağ rengini götürdüm. Bax belə. Bu da yine mənim üçün olan şeylerdir. Çekanı ilahi. Akut damcı su içim. Gələndən nəfəs almamışam. Dur burada. 215 manatda burada xərcim çıxdı. Deməli mən lazımsız heç bir şey alan insan deyiləm. Suyu tökdüm. Şanslıyam ki kuyuqların üstünə töküldü. Bura tökülmədi. Boş-boş alışveriş eləməyi sevmirəm. Giyməyəcəyim şeylər almıram. Yalandan görürəm, xoşum gəlir, sonra evdə şkafda qalır. İstifadə etmirəm. Yəni bu tip şeylər mənlik deyil. Mən doğrudan da nə alıramsa onların hamısını istifadə edirəm və yararlı şeylərə pul xərcləməyi sevirəm. Siz necəsiz? Alışveriş zamanı həqiqətən də özünüzü itirib nə gəldi alıb sonra peşman olanlardansınızmı, yoxsa çox planlı alışverişlər eləyirsiniz və həqiqətən də faydalı şeylər özünüzə alırsınız. Mənim bugünkü alışverişim və McDonald'sda oturmağım, həmçinin düzdür orada çox pul xərcləmədik, hardasa 20 manat civarında xərclədik. Yəni hamısı bir yerdə 500 manat tutdu ümumi. Mən evə 5 manatla qayıtdım. Əgər bəyəndinizsə videoya like qoyun. Bu videonun altında şəhərlərinizi mənimlə bölüşün. Həmçinin kanalıma abunə olmağı unutmayın. Mən sizi öpürəm, qucaqlayıram və sizinlə sağollaşıram. Məni Telegram kanalı vasitəsilə də izləyə bilərsiniz.